1888-ci il və bir qəzet başlığı. Fransız qəzetlərinin biri Sefin Dinamitin və bir çox partlayıcıların ixtiraçısı Alfred Nobelin ölüm xəbərini yazır və onu ölüm taciri adlandırır. Ölüm taciri adlandırılmasının səbəbi isə bu ixtiraları idi. Halbuki ölən onun qardaşı Ludwig Nobel idi. Alfred Nobel bu nekroloqu oxuyanda sarsılır. İnsanların onun belə xatırlayacağından narahat olur və bu səhv xəbər onu 1895-ci ildə vəsiyyətnamə yazmağa sövq edir. Onun bütün sərvəti elm, mədəniyyət və sülhün inkişafına xidmət göstərən şəxslərə verilməli idi. Beləliklə, Nobel mükafatı təsis edilir. 1901-ci ildə Nobel mükafatı fizika, kimya, tibb, ədəbiyyat, sülh üzrə yeniliklər gətirən şəxslərə verilir. Riyaziyyat bu siyahıya əvvəlcə əlavə olunsa da, Nobel onu siyahıdan çıxarır. Bununla bağlı ən geniş yayılmış səbəb isə Alfred Nobelin İsveç riyaziyyatçısı Mittag Lefflerə nifrəti idi. Əgər siyahıya salınsaydı, elə ilk mükafatı da o alacaqdı. 1968-ci ildə isə bura iqtisadiyyat sahəsi də əlavə edilir. Beləliklə, bir səhv xəbər dünyanı dəyişən ən ali mükafatın təsis edilməsinə səbəb olur.